Salam aleykum, hər bizi salamlayıram. Xərçəng xəstələrindən buradan səslənirəm. Uşqunun kökləri gəlib, özə təzə Naxçıvandan gəlir hamısı bunlar. Xərçəng xəstəliyində çox gözəl fayda verir. Bax bu. Mən özüm də inşallah götürəcəm, istifadə edəcəm. Təzəsi gəlmirdi, indi artıq mövsümdə gəldi. Siz bunları necə istifadə edəcəksiniz? Demək bunu soyursunuz, yarpaqların yox, soyursunuz, özünü də yeyə bilərsiniz, salatlara da əlavə edib yeyə bilərsiniz. Və 200-300 ml suda dəmləyib də içə bilərsiniz. Xırda-xırda doğrayırsınız, bir xörək qaşığı götürüb 200-300 ml suda dəmləyib içə bilərsiniz. Çox gözəl fayda verir. Bir də onu demək istəyirəm ki, öskürəyin kökünü kəsən İmlatin L çox gözəl faydalıdır. Yəni biz özümüz bundan istifadə edirik. Uşaq inanın ki, bezmişdik də uşaq öskürəndə nəyisə tətbiq edirdik, sağalmırdı. Amma bu həqiqətən də bəlğəmi də tökür, öskürəyi də kəsir. Bütün növ öskürələrdə çox faydalıdır. Bax belə Jessamın fitoklubda var. Demək, Nəsim metrosunun 4-cü çıxışından çıxırsınız. Stomatoloq klinikanın üzbəüzdür və Xırdalanda Mədəniyyət evindən üzbəüzdür. İndi burada da inşallah ki var idi, qutarıb artıq yenə gətirəcəklər Allahın izni ilə. Belə, çox sağ olun, minnətdaram. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Hal-hazırda Xırdalanda Mədəniyyət evindən üzbəüz olan yerdəyəm. Jessamın fitoklubda göstərim sizə. Burada Baku Elektroniksdir. Burası isə Mədəniyyət evidir. Demək, üzbəüz düşür də, belə bax bura. Göstərirəm, görürsünüz. Gözəl qardaşımız, buyur, insanlara faydalı olsun bir məlumat. Bizə ən çox bu axır vaxtlar müraciət edirlər şeylə əlaqədar. Yorğunluqla, əzginliklə əlaqədar. Biz ona görə birinci məsləhət görərik ki, müştərilər bağırsaqları düzəltsinlər. Diyetaya fikir versinlər, məsələn, çörəyi, şirniyyatı, həyatlarından çıxasınlar. Hə, karbohidrat ümumiyyətlə məsəl üçün tərkibli olan şeyləri həyatlarından çıxartsınlar. Bu birinci məsələ, bağırsaq mikroflorasını düzəltsinlər. Ondan əlavə nə məsləhət görə bilərik? Baxın, ən tez, əgər kim ki, məsəl üçün iş adamıdır, səhər yorğundur, nə bilim, kompüterin dalında yuxlayır və s. şeylər, arı çörəyi deyirlər, perqa deyirlər, güləm deyirlər. Bax, bu elə bil ki, 3 gündən, 4 gündən sonra Füzuli doktorun bunun haqqında geniş şeyi var, videosu var internetdə. 3 günə, 4 günə, gündə 3 dəfə istifadə olunmaqla hər dəfəsində bir çay qaşığı miqdarında ağız suyu ilə məsəl üçün mədiyə həll olunanda çox yaxşı təsir eləyir bu. Ondan əlavə bu ilə paraleldə istifadə eləyə bilərlər bu ikisini. Bu vəziyyətdən çıxarmaq üçündür bir növ ona. Yaxşımı? Onun həm də o əməliyyatdan çıxmış insanlar var, kişi var, halsız, yol belə. Yəni, çox gözəl fayda verir. Onun paralelində məsəl üçün həminki adamlar nə içə bilərlər? Məsələn 250 milliyə. Bu Jessaminin də bizim 100% həvəşi toxumlardır. Herboflorada istehsal olunur. Bəli. Deməli bu qarası 250 milliyə. Deməli 2-4 dənə Labol D3 əlavə edirsiniz. Füzuli doktorunda bu barədə videosu var. Çox yaxşı nəticələr almışıq bu barədə. Hər dəfə də qarışdırıb gündə 3 dəfə içirsiniz. Ondan əlavə uşaqlarımız üçün nə etmək olar? Məsələn, bir də görürsünüz ki, uşaqlar xəstələnir, bağçaya gelir, virus tutur və s. Baxın, bu şəfa vitamininin içinə, çiçək tozu. Bir dənə bu çiçək tozundan, bu da əzilən bir şeydir onun. Düzdür. Deməli, içinə tökürsünüz, qarışdırırsınız, hər dəfə gündə 2 dəfə, 3 dəfə uşaqlara verirsiniz. Ondan əlavə, məsələn, əgər istəyirsiniz, məsələn, biraz bahalı bir şey, bu indi ucuzvari variantda 5.55 budur, 6 manat budur. Bax, belə arı südü var. Arı südünü, məsələn, bala da qatıb, və yaxud da dilin altına da qoyub, məsəl üçün, balaca qramajlarla içmək olar. O da çox yaxşı, super təsir eləyir. Tam doğru. Ondan əlavə uşaqlara yadımdan çıxdı deyim. Bax, böyüklər üçün belə immunitet məzunu var. Bunu dəfələrlə göstərmişəm. Buna ona görə uzun danışmaq istəmirəm. Bir də uşaqlar üçün bax belə bir şey. Çox gözəldir. Mən özüm də bundan yeyirəm. Beyin inkişafı üçün, sonra mədə narahatçılıqlarında, sümük bərkiməsində uşaqlara çox yaxşı şeydir. Tüşlər şey eləyir. Deməli, hər səhər yeməyində bəhməzlə qatırlar, bal da qatırlar. Bəli. Qatıb bəhməz qanı artırır, dəmir artırır. O ilə bunu miks eləyəndə çox yaxşı, super effektli olur. Bax belə. Sonra uşaqlarımız üçün burada var, boy artırmaq üçün məzun. Valideynlər çox müraciət edirlər buna görə. Bəli. Yaddaş məzunudur, qəbizlik üçündür, kökəlmə üçündür, bronx üçündür, immunitetdə dedik, belə. İnşallah bütün bunlar hamısı Jessamın fitoklubda var, gəlib götürə bilərsiniz.
Allah hər birimizə yardım eləsin. Ona əlavə bax, bu Ha. şey var, sağlamlıq eliksiri. Çox üzr istəyirəm, indi dönüş edəcəm o sizə. Sağlamlıq eliksiridir. Bax bu şəkər xəstələri üçün. Ondan sonra antioksidantdır. Sonra çəkirsən? Təşirəm, Hə. Bax bunun tərkibində var zeytun meyvəsi, zeytun yarpağı, güldən, qara çörək otu, alma sirkəsi, yapan safarası, qonçələri, öküz otu, andız kökü, naxçıvan duzu, su. Yapan saforası var deyə ücə damarlar da açacaq. Hə, inşallah. Məsələn, həm antioksidantdır, həm şəkər xəstələri üçün yaxşıdır. Həm məsəl üçün bu belə deyim, qanı duruldur. Bu çox yaxşı şeydir. Bax belə bir şey. 250 ml. Tam təbii özü də herbafloranın. Bəli. Belə. Demək, hamısı qablaşdırılmış. Hamısı təmiz məhsullar. Suda çıxarışlı propolisdir, ballardır, kəlbəcər balıdır, yulğun balıdır, biyan balıdır, çiçək balıdır, bal kremdir, meşə balıdır. Ümumiyyətlə meşə balları tünd olur, tünd. Tünd ballar gözəl qan artırır.